Ermənistanın intensiv olaraq atəşkəsi pozması nəticəsində 2 azyaşlı uşaq yaralanıb. Ötən gecə Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin atəşə məruz qalması nəticəsində 10 yaşlı kənd sakini Qoşqar Abbasov xəsarət alıb. Məlumata görə ermənilərin atdığı atəş nəticəsində uşağın yaşadığı evin pəncərələri sınıb, şüşə qırıqları, qəlpələr azyaşlının boynundan yaralanmasıyla nəticələnib. Uşağa ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır. Ermənistanın Tovuz istiqamətində açdığı atəş isə rayonun Mülkülü kənd sakini 14 yaşlı İsmailov Sərxan Əliyağoğlunun əlinə dəyib. Hər iki yaralı rayonlardakı mərkəzi xəstəxanalara yerləşdirilib. Rayon xəstəxanalarından Ayn Express-ə verilən məlumata görə artıq uşaq evə göndərilib. Bu qapıdan çıxıb, Xunanın qapısına çatanda 14 qapımızda müsibət qopdu. Duman, tüstü dülüyü verecek. Öyle geceye yüyülen diyordum, gecem ben ölüm. Aldı üstten yıkıldı. Geceyim ben kucağına öyle arası getirdi. Götü içeri. İçeri geçen diyorduk buradan kalıyor.